Bu mənbədir. Daxili müqaviməti R'dir. X-i də epsilondur. Bu dövrədə olsun bir açar və sarğaç qoşmuşuq dövrəyə. Orada sarğaç qoşmuşuq. Hesab edək ki, sarğacı induktiv, içlikdir, baba içlikdir. İnduktivi L'dir. Açarı qapasaq, bax bir açarı qapasaq, bu dövrədən keçən cəryan şiddəti birdən artmır, yavaş-yavaş artır. Yavaş-yavaş başlayır artmağa, birdən artmır. Açarı qapadıq, yavaş-yavaş başlayır. Belə bir şey, kamazı xoruza salırsan, birdən bir 100 almayacaq ki, bir dəqiqə vaxt lazımdır, deyil. Yəni, Mercedes olursa, 30 saniyə vaxt lazımdır ki, 100 alsın da. Bu yavaş-yavaş, cəryan yavaş-yavaş belə artacaq. Sonra stabil müəyyən bir qiymət alacaq. Bu hissədə cəryan artdı. Cəryan artanda bu sarğac özünün mənbə kimi aparırdı. Sarğacın bu ucu ilə bu ucu arasında əmələ gələcək öz-özünə induksiya ehqi yaranacaq. Çünki cəryan artanda sarğacın içərisindən keçən maqnit seli artır. Elə bir ki, maqnit salsam bu içinə. Maqnit salı da ehqi yaranır da. O da öz-özünü öksədir. Cəryan artında buradan keçən maqnit seli artır. Maqnit seli artdığına görə nə olur? Bu uclar arasında, sarğac uclar arasında induksiya, öz-özünün induksiya ehqi yaranır. Onda dövrənin ümumi ehqisi belə olur. Ümumi ehqi bərabər olur. Mənbənin ehqisi ilə, mənbə yazaq bura. Mənbənin ehqisi ilə əmələ gələn, yaranan, sarğac uclarında yaranan öz-özünün induksiyanın cəminə bərabər olur. İstəyirsən biz xırdalayaq. Epsilon ümumi bərabərdir. Epsilon mənbə. Öz induksiyanın üstü bilək də L delta I bölünsün delta T. Delta I buradan içəri sarğacdan keçən cəryanın dəyişməsidir. Delta I bölünsün delta T sarğacdan keçən cəryanın dəyişmə sürətidir. Aydın oldu mu? Mən ümumi ehqi bu üstünlə müəyyən olunur. Yeni bir şeye bak.